Geç satılan maşınlardan danışım da sizə. Bu söhbət bizim ölkəyə aiddir. Mən dünyadan danışmıram. Birinci yerdə Koreyanın Sangyong markasıdır. Bəli, bu ölkədə, bizim ölkədə Sangyongu az qala tanıyan yoxdur. Çətindir bu maşını satmaq. Qəşəng maşındır əslində. Hətta sizə bir fakt da deyim ki, bu markanın 10-a yaxın maşınında çeşkanın üstündə duran 111 motor var. Bəli. Amma balaca motor yox ha. 2,3 litrlik motorlar. Yəni əslində qoz kimi maşındır, sadəcə bizim ölkədə bu maşını tanımır çoxu. Keçək növbəti maşına. Mercedes-in A-klass modelini satmaq müşküldür. Çünki bu maşın, bu markanın biabırçı modeli sayılır. Ustalarla bərk dostluğu var bu maşının. Mercedes R-klass, B-klasslar da bu temaya aiddir. Köhnə Passatlar da alıcısını aylarla gözləyə bilər. Düz daha demirəm də onu dəyərindən 5-6 min aşağı versəz o maşın yenə satılmaz. Yəni öz qiymətinə qoysaz çox gözləyəcəksiniz. Köhnə Çin maşınları da heç kimin maraq dairəsində deyil. Köhnə deyəndə 2013-2015 istehsalı olan modelləri deyirəm. Köhnə BMW-lərdən 34, 36, 38 kuzolarda geç satılır. O da satılsa gərək elə birisi olsun ki, sahibi ona özündən 3 qat çox pul qoysun. Köhnə X5, X6'lar da bu siyahdadır. 1,8 litrlik motoru olan paxlavagöz Mercedeslər də tez qoyunu sata bilmirsən. Yenə deyirəm, söhbət bazar qiymətindən gedir ha. Sən 10 minlik maşını 5 minə qoysan, əlbəttə ki 20 dəqiqəyə satarsan onu. Opellərdən danışmayacağam, həmişə alıcısı var. Kruzlar da hər zaman maraq dairəsindədir, baxmayaraq ki, adı çıxıb qaynatmaqdan. Sonata da əslində bu siyahdadır. 2010-2015-ci illər arası olanlar. Onların da biraz ustalarla adı çıxıb deyə. Dəyərindən aşağı seriozunu yendirməsən sata bilməzsən. Hyundai'lardan Getz modeli də bu siyahdadır. Amma ucuzdur deyə eylanda baxırlar bu maşına. Köhnə Range Rover'lər də bu siyahdadır. Qorxulu modeldir deyə çox adam gözə almır bu maşını. Şor qiymətə versən, hə, qaça-qaça gələcəklər almağa. Audi'lər, Şkodalar, Seat'lar da bu siyahdadır. Çətin satılır bu maşınlar da. Amma bu üçlüdən lap çətin satılan məsələn Seat'dır. Bura Avropa deyil ki, Seat'ı rahat gözü bağlı satasan. Fransız maşınlarını da çətindir satmaq. Kupeləri də unutmayaq. Bu maşınlar da istər ucuzu, istər bahalısı çətin satılır. Bunların öz həvəskarı var. O həvəskarlar da gəlib çıxana kimi ucu satmağı fikrindən çıxardırsan. Yapon maşınları da var bu siyahda. Məsələn Subaru. Subaru'nun burada 100 adamdan 5-6 adam alar almaz. Bu aydın məsələdir. Mitsubishi'nin də adını çəkəcəm. Birinci ağlımıza Pajero gəlir də. Yəni ölkədə bu maşına aid ən çox olan budur. Köhnələrin çoxu problemli, təzələrə də o boyda pul verməyə dəyər-dəyməz, bu məsələni artıq sizə buraxıram. Burada mitilinə vursan da dağılmayan motoru olan maşın gəzir insanlar.